Deməli belə. Birinci sual. Sual belədir. Sualda deyir ki, Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Uşaqlar, təbii zonalarla bağlı sualdır. Musson meşələri və ekvatorial meşələr. Uşaqlar, Cənub-Şərqi və Şərqi Asiyada daha geniş ərazilərdə yayılmışdır. Söhbət nədən gedir? Musson meşələrindən. Çünki Şərqi Asiyada ekvatorial meşələr yoxdur. Bir nə yazırıq? A. İl boyu bu meşələrə 2000-3000 mm yağıntı düşür. Uşaqlar, 2000-3000 mm yağıntı hara düşürdü? Ekvatorial meşələrə. 2-yə nə getdi? B. Burada məskunlaşan əhali demoqrafik keçidin birinci mərhələsindədir. Yoldaşlar, bu fikir necə cəhətdir? Birinci mərhələsi nə deməkdir? Ekvatorial enlişlər, düzdür? Yeni Qviney adası məsələn. Bu olacaq ikinciyə C. Tropik işıqlanma qurşağında yerləşir. Hər ikisi hardadır? Tropik işıqlanma qurşağında. 3-ə D. Ərazisində suvarma şəraitində çəltikçilik inkişaf etmişdir. Yoldaşlar, ekvatorialdan suvarmaya ehtiyac yoxdur, çünki il boyu rütubətlidir. O nəyə gedəcək? Musson meşələrinə. Deməli, cavab 1A-Y, 2B-S, 3D. Variantımız nə variant oldu? A variantı. Tapşırıq aydındır, yoldaşlar. Sonra növbəti sual. 2. Eyni ölkəyə aid olmayan limanları müəyyən edin. Uşaqlar, Boston, New York və Yeni Orlean limanları, bunlar ABŞ-a məxsus limanlardır, A getdi. Novorossiysk, Sankt-Peterburg, Vladivostok, Rusiyaya məxsus limanlardır, getdi. İzmir, İstanbul, Ceyhan, Türkiyəyə məxsus limanlardır, getdi. Kobe, Nagoya, Yokohama, Yaponiyaya məxsusdur, getdi. Cavab D-dir. İzah edirəm. Marsel Fransadır, Hamburg Almaniyadır, Genoa İtaliyadır. Haradır? İtaliya. Variant nə variantı? D variantı. Uşaqlar, üçüncü sadə sualdır. Biz bu tipdən həm öz sınaqlarımızda, həm də ümumi çox işləmişik. Ümumi milli məhsulun dəyəri nə qədədir? 360 milyard. Ümumi daxili məhsulun dəyəri nə qədədir? 420 milyard. Ölkə şirkətlərinin xaricdə yaratdığı məhsulun dəyəri nədir? 66 milyard. Yəni, ümumi milli məhsul 360 milyardın 66 milyardı hardadır? Xaricdə. Daxildə yerli şirkət tapa bilərəm. 360 çıxılsın 66. Cavab 294 milyard. Düzdürmü? Deməli, mənim ümumi daxili məhsulumun 420 milyardımın 294 miljardı yerli şirkətdir. Sualın davamında deyir ki, xarici şirkətlərin ölkə daxilində yaratdığı məhsul dəyər. Əvvəl xarici şirkətləri tapmaq üçün mən 420-dən çıxmalıyam, yoldaşlar, 294-ü. Nə qədər elədi 420-dən 294 çıxanda? 126. Düzdür, yoldaşlar? 126 milyardın neçə faiz olduğunu tapmaq üçün nə edəcəm? ÜDM-im neçə idi? 420 milyard. Bu olacaq neçə faiz? 100 faiz. 126 milyardım nə olacaq? X. X buradan bərabərdir. 126 vurulsun 100. 126 vurulsun 100. Bölünsün 420. Cavab 30 faiz. Neçə faiz yoldaşlar? 30 faiz. Variantımız C variantı. Tapşırığı izah edə bildim. Əla. Uşaqlar, B zirvəsi gördüyünüz kimi 3120 metrdir. Görürsünüz yoldaşlar, 3120 metr bilirsiniz də Kükü dağının hündürlüyüdür. Hansı dağ? Haradaydı Kükü dağ? Dərələyəzdə. Dərələyəz. Yoldaşlar, 3616 metr hansı zirvə idi? Dəli dağ zirvəsi. Hansı? Dəli dağ haradaydı? Əlbəttə ki, vulkanik yaylada. Buna uyğun gələn cavabımız olacaq verilənlərdən. Fikir verin. B dərələyəzdədir. A da hardadır yoldaşlar? Vulkanik yaylada. 4-cü istiqamət. Variantımız nə variantı? D variantı. Aydın oldu 4-cü sual. 5-ci suala baxırıq. Uşaqlar, cədvələ əsasən respublikamızda nə otlaqlarını soruşur? Qış. Qış otlaqları hamımız əzbər bilirdik ki, hansı rayonlardadır? Düzən rayonlardadır. Düzən rayonlarda buxarlanma qabiliyyəti çox, amma buxarlanan suyun miqdarı nədir? Az. Ona görə də arada fərq böyükdür. Orta illik temperatur müsbət 10 Selsiyin üzərindədir və rütubətlənmə misalı 0,1 ilə 0,3-ün arasındadır. Buna uyğun gələn ən ideal cavab ikincidir. Variant nə variantı? A variantı. Tapşırıq aydındır. 6-ya baxırıq uşaqlar. 6-da bizə deyir ki, xəritə sıxıma əsasən bitkiçilik sahələrini inkişaf etdiyi ölkələr. Əvvəl ölkələri təyin edir. 1 haradır yoldaşlar? ABŞ. 2 haradır bala? Şri Lanka. 3 haradır bala? Fransa. Aferin. 3 Fransa. 4 haradır? Avstraliya. Bəli. Avstraliya. 5 haradır? Braziliya. 6 var mı? Yoxdur. İndi qulaq asaq. Kartof.
Kartof mülayim enliklərdə yetişirdi, əsasən çöl zonalarında. ABŞ ola bilər, Fransa ola bilər, düzdür? 1 ya da nə? 3. 1 ya da 3. Qəhvə isti və rütubətli yerlərdə, subekvatorial bölgələrdə yetişirdi. Daha çox qəhvə hardadır? 5-də. Çay isə vətən araydı, Şri Lanka. 2. Deməli 1-5-2 variantına uyğun gələn cavabımız C variantıdır. Nə variantıdır? C. 7. Sualda nə soruşur? Doğru olmayan coğrafi ifadələri seç. Düzdür yoldaşlar? Dunay və Kolima çaylarının su sərfi yaz aylarında çoxalır. İfadə bildiyiniz kimi nədir yoldaşlar? Doğrudur. Səbəb, qarların əridiyi dövrə təsadüf edir. Nələrin əridiyi dövrə? Qarlar. Mekong çayının hövzəsi 2 işıqlanma qurşağında yerləşir. Uşaqlar, Mekong çayı bildiyiniz kimi kəsişir şimal tropik xətti ilə. Ona görə də düşür mülayim və tropik işıqlanma qurşağına. Düzdür, düzdür yoldaşlar. 2-lər də getdi. 1-lər və 2-ləri atdıq. A getdi, D getdi, Y getdi. Sonra Ladoqa gölü mülayim işıqlanma qurşağında yerləşir. Bəli, Ladoqa gölü mülayim işıqlanma qurşağıdır Rusiyada. 3 düzdür. O da getdi. 3-ləri də atdıq yoldaşlar. 3-ləri də atanda cavab avtomatik nə çıxır? B variantı. Yəni B. İndi gəlin digərlərinə baxaq. Balxaş gölü 2 türk dilli dövlətin ərazisi yerləşir, səhvdir. Balxaş cəmi bir ölkədədir. Harda? Qazaxstanda. Tanganika gölü platformanın əyilmə sahəsi səhvdir. Əyilmə deyil. Qırılmadır. Qırılma bilirsin nədir? Qraben. 4-5. Afrika çaylarının çox hissəsi Hind okeanı hövzəsinə yox. Afrikanın şərq və cənub hissəsi hündür olduğu üçün çaylarının böyük hissəsi Atlantik okeanı hövzəsinə aiddir. Deməli, səhv ifadələr 4-5-6 nə var ya? B variantı. Tapşırıq aydındanmı ya? Növbəti sual. Yoldaşlar, sualda bizə nə deyir? Gəlin baxaq. Sualda bizə deyir ki, 8-ci sual. Şərti işarələrin aid olduğu faydalı qazıntıları və bu ehtiyatları daha zəngin olan müvafiq ölkələr. Gəlin ehtiyatları müəyyən. Uşaqlar, 1-ci işarə qalaydı. 2-ci dəmirdir. 3-cü isə nədir? Fosforit. Fosforit. Aydın oldu. Apatit yox ha. Fosforit. Apatit yazılır səhv. Fosforit. Uşaqlar, qalay ən çox bilirsiniz ki, Cənub-Şərqi Asiyada. Taylandda ola bilər. Doğrudur. Dəmir filizi bilirsiniz ki, yaylalarda, kristalik nömrənin səthə çıxdığı yerdə Braziliyada ola bilər. Və fosforit bilirsiniz, Atlas dağları və Florida yarımadasındadır. Əlbəttə ki, cavab B variantı. Nə variantıdır yoldaşlar? B. 9. 9-a nəzər yetiririk. Ölkələr verib bizə Qazaxıstan, Estoniya, Özbəkistan. Deməli, yoldaşlar 1, 2, 3. Baxaq diqqətlə. Ərazisi 2 qitədə yerləşir. Qazaxıstan, çünki Ural dağlarının cənubi-qərb hissəsində düşən hissə, yəni Emba çayının qərbi düşür Avropaya, şərqi düşür Asiyaya. Deməli, 1-ə nə yazdınız? A. Pambıqçılığın inkişafı üçün əlverişli təbii şəraitə malikdir. Ən çox ara? Özbəkistan. Səhra yarım, səhra. 3-ə B. Əhalisi türk dili qrupunun Qıpçaq qoluna aiddir. Qazaxlar Qıpçaqdırlar. 1-ə nə getdi? C. Mərkəzi Asiyada əhalisi ən çox olan türk dilli dövlətdir. Özbəkistan 30 milyona yaxın. 3-ə D. Əhalisi Ural dil ailəsinə aiddir. Finlər, Estonlar, Mazarlar Ural dil ailəsinin Finiqor qrupudur. 2-ə də nə olacaq? Y. AC, Y, BD. Variantımız D bəndi. Nə bəndi? D. Davam edirik. 10. Xəritə sıxımda rəqəmlərlə göstərilən çaylara və onlara uyğun qida mənbələrini müəyyən elə. 2-ci çay Köndələn çaydır. Yağış suları doğrudur. 3-cü çay Samur çayı yazıb. Qar və buzlaq suları yoldaşlar. Əlbəttə ki, burada 3 sərhəddən axır. Amma 3-ün belə deyim də başladığı yer haraydı? Rusiya ərazisi idi. O səhv göstərilib. O Samur çayı yox, nədir? Qusar çaydı. Nə çaydı? Qusar çayı. Ona görə də yanlışdır. 1-ə baxırıq. Naxçıvan çay yağış suları deyil, yeraltı sulardır. Getdi, yanlışdır. 4-ə baxırıq. Köy çay, yeraltı sular yanlışdır. Yağış sularıdır. 5 pir saat yağış suları düzdür. 6 Köndələn çay deyil. 2-dir Köndələn çay. Yanlışdır. 3-ə baxırıq. 3 Qusar çay doğrudur. Qar buzlaq. 6 Qarqar çay, yeraltı sular. Yox yoldaşlar, bu da yanlışdır. Qarqar yeraltı sular deyil axı. Ona görə də bəlkə də ola bilsin cavabı elə Azərbaycan. Hə? Naxçıvan çay yağış suları. 2 həkəri deyil. 2 Nağdısından həkəri deyil. 6 Qarqarda yeraltı sular səhvdir.
Bir dənə burada baxaq. 3 Qusarçay, 6 Qarqarçay. Qarqarçay yeraltı yox, əsas qidalanma mənbəyi yağış sularıdır. Yağış suları. Sonra Pirsaat qarsuları ola bilməz. Köndələnçay 6 Köndələnçay deyil, yanlışdır. Buradan da cavab A kimi çıxa bilər. A. Amma Samur çayını Rusiya ərazisindən göstərməli idi. Aydın oldu. Yoldaşlar, burada Y-də problem nədir? 6 Qarqarçayın qidalanması, əsas qidalanma mənbəyi yeraltı su yox nədir? Yağış sularıdır. Aydındır. Ona görə də yəqin ki A kimi çıxacaq. Bu sualda sıxıntı var. Sonra gəldi yinəyə. 11. Qərbi Avropa ölkələrinin iqtisadi coğrafi mövqeyini səciyyələndirən əlamət. Uşaqlar, Qərbi Avropa ölkələri ilə bağlı biz deyəcəyik ki, region ölkələrinin bir-biri ilə sıx qonşuluq mövqeyinin olması. Bəli, bilirsiniz, hamısı bir-birindən qonşudur. Bütün ölkələrin dünya okeanına birbaşa çıxışın olması. Uşaqlar, sizlər bilirsiniz ki, bu regionda Avstriyadır, İsveçrədir, Liechtenstein, bu kimi ölkələrin çıxışı yoxdur. Mühüm dəniz və quru ticarət yollarının yaxınlığında yerləşməsi. Bu ifadə doğrudur. 3. Şərqi Avropa ölkələri ilə qonşuluq mövqeyinin olması düzdür. 4. Region ölkələrinin hamısında hasilat səhvdir. Çünki inkişaf etmiş ölkələrdə hasilat yox, emal sənayesi inkişaf edib. Cavab 1, 3, 4 variant nə variantı? B variantı. Yoldaşlar, 10-cu sual var idi. Bayaqdan o. Bu 10-cu sualda ciddi mənada problem var. Cavabı Y götürüblərsə, Qarqarda qida mənbəyi, əsas qida mənbəyi yeraltı sular düzgün deyil. Sonra 12. Doğru olan ifadələri müəyyən edin. Hansı ifadələr? Doğru olan. Gəlin baxaq. Burada deyir ki, qütb enliklərində səthin albedosu çox zəifdir, söhbəti səhvdir. Qütblərdə buzlaqlar var deyə sətdə albedo nədir? Yüksəkdir. Deməli, birinci ifadə doğru deyil. Bizə doğrular lazımdır. 1 getdi. 2-yə baxırıq. Antisiklonun mərkəzdə yüksək təzyiq yaranır. Bəli. Mərkəzdə yüksək, kənarda alçaq təzyiq olduğu üçün külək mərkəzdən kənara gedir. 2 düzdür. Buludlu havada sutkalıq temperatur amplitudu daha böyük olur. Əksinə, buludlu havada sutkalıq amplitudu kiçik olur. Çünki bulud kəskin qızma və soyumanın qarşısını alır. Havanın temperaturu ilə mümkün buxarlanma tərs mütənasibdir. Xeyr, temperatur artanda buxarlanma qabiliyyəti də artır. Düz mütənasibdir. Yanlışdır. Qitələrin daxilinə doğru iqlimin kontinentallığı artır. Bəli, okeanlardan uzaqlıq kontinentallığı artırır. 5 düzdür. Udulan radiasiyanın miqdarı səth örtüyünün xarakterini asılıdır. Bəli, onun rəngindən və rütubətindən. Cavab 2, 5, 6. Variant nə variantı? B variantı. Tapşırıq aydındır. Uşaqlar 13. İqtisadi coğrafi rayonlarımız Dağlıq Şirvan İqtisadi rayonu və bir də gözəl yoldaşlar Gəncə və haradır? Gəncə, Daşkəsən. Yadınızı gəlir, biz belə bir ifadə işlətmişdik. 4 inzibati rayon, 4 şəhər var Dağlıq Şirvanda. 4 inzibati rayon, amma 7 şəhər var. Harada yoldaşlar? Gəncə, Daşkəsəndə. Baxaq indi variantlara. Üzümçülüyün inkişafı bizə deyir ki, fərqli xüsusiyyətləri seç. Üzümçülüyün inkişafı üçün təbii şəraitə malikdir. İkisində də var. Ona görə bir ortaq cəhətdir, getdi. Dağ mədən sənayesi inkişaf etmişdir. O Gəncə, Daşkəsənə aiddir. İkini götürdük. Dəmiyə əkinçiliyi ikisində də var. Dağ çöllərində, meşələr daxilində, qırılmış meşələrin yerində. Ərazinin əsas ixrac neft kəməri, Dağlıq Şirvandan neft kəməri keçmir. 2-4. Yanar işi istehdatları İsmayıllı və Qobustanda olsa da Gəncə, Daşkəsəndə yoxdur. Cavab 2, 4, 5. Variantımız nə variantı? Y. Mülayim isti iqlim tipi yoldaşlar hər ikisində var. Aydındır. 14. Azərbaycan Respublikası ərazisinin geosinkronal qurşaqda yerləşməsinin nəticələri. Nələri yoldaşlar? Nəticələri. Fəal seismikliyə malikdir. Bir doğrudur. Relyefdə denudasyon düzənliklər üstündə səhvdir. Bizdə əsas düzənliklər akkumulyativdir. Relyefdə hündürlük amplitudu az deyil, əksinə çoxdur. Cavan dağlar var. Bəli, Böyük Qafqaz, Kiçik Qafqaz. Uçqun bənd mənşəli göllər var. Bəli, Murov dağda yadınızda yer, Maral göl, Ördək göl, Ceyran göl, Zəli göl, Ağ göl, Şamlı göl, Qanlı göl, adı nədir? Naxçıvanda Qanlı göl, Batabat, Göy göl. Cavabımız 1, 4, 5. Variantımız nə variantı? A variantı. Fəaliyyətdə olan vulkanlar, yoldaşlar, Azərbaycan fəaliyyətdə olan vulkan mövcud deyil. 15. Bu maraqlı sualdır. Deməli, bütövlükdə fəal seismik zonada yerləşən ölkələrə, divergent zonada yerləşən hara aiddir? İslandiya. Birə nə getdi yoldaşlar? C. Qədim platformada yerləşən ərazilərə, qədim platforma dediyi üçün ora Şərqi Avropada Belarus,
Və gözəl yoldaşlar, əlbəttə ki, Şimali Avropanın platforma hissəsinə Finlandiya. B ilə nə aiddir? Y. Üçüncü gözəl insanlar sonuncusunda deyir ki, həm platformada, həm də fəal seismik zonada yerləşən. Əlbəttə ki, burada aiddir. Türkmənistanla Kanada. Müəllim nə dəxli? Türkmənistanda Kopetdağ, geosinkronal, Turan ovalığı olacaq cavan platforma, düzdürmü? Kanadanın şərq-qərbi sahil sıra dağları, Kordilyer, Alp qırışıqlığı, şərqi Şimali Amerika platforması. Yəni A ilə nə? D. Variantımız C, B, Y, A, D. Variantımız nə variantı? C variantı. Tapşırıq aydınlanmıyor. Növbəti sual. 11. Uyğunluğu müəyyən edin. Yoldaşlar, bizə Qarayazı, İlisu, Qaragöl nələri verilib? Dövlət qoruqları. Düzdürmü? Gəlin baxaq. Yerləşdiyi fiziki coğrafi rayon üçün həm mülayim isti, həm də soyuq iqlim tipi xarakterikdir. Gözəl yoldaşlar, bu əsasən olacaq verilənlərdən İlisu dövlət qoruğu. Zaqatala Lahıcda yağıntıları bərabər paylanan mülayim isti, bütün fəsillərdə bol rütubətli soyuq iqlim tipləri var. 2-yə nə yazdıq? A. Tektonik çökmə zonasında yerləşir. Qarayazı. Bilirsiniz, Ceyran çöl, Acınohurda. 1-ə nə getdi? B. Ərazidə mezzo yaşlı suxurlar üstünlük təşkil edir. O da yenə Böyük Qafqaz, Baş Qafqaz, İlisuya aiddir. 2-yə C. Düzən meşə landşaftı, düzən meşələri, Tuğay meşələri qorunur Qarayazıda. B-yə yerləşdiyi təbii vilayətdə maqmatik suxurlar, yəni filiz faydalı qazıntılar daha çoxdur. Kiçik Qafqazda, əlbəttə ki, Kəlbəzərdə, Qaragöl, Laçında nə? Qaragöldə. Variant 3-ə də nə olur? Y. Deməli 1, B, C, daha doğrusu üzr istəyirəm. 1, B, D, 2, A, C, 3, Y. Variantımız nə variantı? C variantı. Tapşırığa müaydındır. 17 çox sadədə adi faiz məsələsidir. Ölkədə əmək ehtiyatları 53% qeyri-maddidə, 32% isə maddi istehsalda çalışır. İşsizlərin sayının 44,5 milyon nəfər olduğunu bilərək ölkənin əmək ehtiyatına tapır. İndi baxın. 53 o da 32. Cəmlədiniz nə qədər elədi yoldaşlar? Hə? Bəli, 85%. Deməli, ölkədə çalışan əhali neçə faizdir? 85. 100-dən 85-i çıxa bilərəm. İşsizlər neçə faiz oldu? 25 yoxsa 15? Deməli, mənim 4,5 milyon işsizim neçə faiz imiş? 15% imiş, düzdürmü? Mən buradan ümumilikdə ölkənin əmək ehtiyatını tapmaq üçün x 100% tapacağım. X neçə faizi? 100. X də burada bərabərdir. 4,5 vur 100, yəni 450 böl 15. Cavab 30 milyon. Neçə milyon yoldaşlar? 30 milyon. Variant nə variantı? D. Daş kəsən. D variantı. 18. Azərbaycanın şimal ucqar nöqtəsi. Hamımız əzbər bilirik. Quton dağıdır. Nə dağı? Quton. Quton dağ yerləşir Zaqatala rayonunda. Hansı rayon? Zaqatala isə aiddir. Hansı iqtisadi rayona? Şəki, Zaqatalaya. Cənub ucqar nöqtəmiz yoldaşlar hamımız bilirik. Nə sayılır? Astara çay. Astara çay hardadır? Əlbəttə ki, Astarada. Astara hansı iqtisadi rayondadır? Lənkəran, Astara iqtisadi rayonu. Düzdür yoldaşlar? Sualda deyir ki, oxşar cəhət, fərqli cəhət. Birinci, oxşar cəhətlərə gəlin baxaq. Filiz faydalı qazıntılar və fərqli cəhət. Uşaqlar, Lənkəranda filiz faydalı qazıntı yoxdur. Deməli, bu ara getdi fərqliyə. Mülayim isti iqlim şərti meyvəçilik ikisində də var. Birində qərzəxli, birində sitrus. Ortaq cəhətdir. Xarici ölkələrlə sərhəddi dağ silsilələrindən və çaylardan keçir. Dağ silsilələri və çaylar. Birində Astaraçay, Bolqarçay və Talış dağları, birində Baş Qafqaz və Mazımçay, Qanıq çayları. Ortaq cəhətdir. 3. Bütün inzibati rayonları xarici ölkələrlə həmsərhəddir. Yoldaşlar, bilirsiniz ki, bu hara aiddir? Şəki, Zaqatalaya. Çünki bildiyiniz kimi bizdə Lənkəran Astara bölgəsində Masallı və Lənkəranın sadəcə Xəzəri çıxışı var. Xarici ölkəyə çıxışı yoxdur. Deməli, bu fərqli cəhətdir. Sonra, çayları Kür hövzəsinə aiddir. Yoldaşlar, Kür hövzəsinə aiddirsə, bu Şəki Zaqataladır. Çünki Lənkəran Astaranın çayları hara aiddir? Əlbəttə ki, Xəzər hövzəsinə. Ona görə bu necə cəhətdir? Fərqli cəhətdir. Necə cəhətdir yoldaşlar? Fərqli. Bu getdi 5-ə. Qaldı axırıncı. Tektonik sınmalar boyunca bulaqlar səthə çıxır. Bəli, birində məsələn biz deyə bilərik Qaxta, İlisu, birində biz deyərik məsələn Meşasu, Qotursu, Ərkivan. Düzdür? Bu əlbəttə ki, oxşar cəhətdir. Olacaq yoldaşlar nə? 6. Deməli cavab 2, 3, 6, 1, 4, 5. Variant nə variantı? Y variantı.
Tapşırıq hamıya aydın oldu yoldaşlar. Növbəti test tapşırığı. Sualda bizə deyir ki, sxemi tamamlayın 19-da. Tamamlayaq. Türk dil qrupu. Deməli, yoldaşlar, 1 ilə başlayaq. Karaimləri hamımız bilirdik ki, karaimlər hansı dil qrupudur? Bulqar. Sonra 2. Özbəklər hamımız bilirdik. Bunlar hara aiddir? Uyğura. Düzdür yoldaşlar? 3. Oğuza, Türkmən, Türkman, Azərbaycan türkləri, Türkiyə türkləri, Akska türkləri aiddir. Bura Türkmanlar aiddir. Türkman. Cavablara uyğun yazıram. 4. Qıpçaqlara biz bilirdik ki, Şimali Qafqazda Qımıqlar, Noqoylar, Mərkəzi Asiyada Qazaxlar, Qırğızlar, hətta Özbəkistandakı Qaraqalpaqlar və Altaylar aiddir. 4-ü də biz yazırıq Qırğız. Doğru cavabımız nə variantı? C variantı. Tapşırıq aydındır. Uşaqlar, 20 sadədir. Coğrafi obyekt, təbii vilayət, tektonik zona. Qızılağac Milli Parkı. Uşaqlar, təbii vilayət olaraq Lənkəran vilayəti deyil. Kür çökəkliyi nə idi? Vilayəti. Düzdür yoldaşlar? Ona görə də 1 nədir? Səhvdir. Sonra, Bozdaq silsəsi Kür dağarası çökəkliyindədir və tektonik zona olaraq Kür dağarası çökəkliyidir. 2 düzdür. Hərami Kiçik Qafqazda deyil. Hərami bildiyimiz kimi Cəyan İncə Hərami Kür tektonik çökəkliyidir. Yəni vilayət olaraq Kür çökəkliyi vilayətidir. Səhvdir. Şərur Orta Arazdadır. Orta Araz əyilməsindədir. 4 düzdür. 2 4. Bir də 5. Qızıyurdu zirvəsi vilayət olaraq Lənkərandadır. Lənkəran vilayətindədir və tektonik son olaraq Kiçik Qafqaz nə idi? Qalxmasıdır. Cavabımız oldu yoldaşlar. 2 4 5. Variantımız nə variantı? A variantı. Çatdı mənim fikrim. 21-də deməli 12 cənub enliyi 60 şərq uzunluğu. Uşaqlar, 12 cənub enliyi 60 şərq uzunluğu. Bir dənə bura diqqətlə baxsanız, 12 cənub 60 şərq təxminən düşürmü? Belə deyək, Hind okeanı. Hansı okeana? Hind. 35 şimal 85 qərb bax. 35 şimal 85 qərb. Təxminən haralara düşür? ABŞ ərazisinə düşür. Və yoldaşlar, belə yazaq da, Hind okeanı, ABŞ ərazisi və sonuncu 68 cənub 174 şərq. 68 cənub 174 şərqdə, baxın, təxminən hara düşdü gördüyünüz kimi, bax bu hissəyə. Sakit okeana. Hansı okeana? Sakit. Düzdür, burada bizə enliklər və uzunluqlar lazımdır. Ölkələr və ya yerləşik ərazi ehtiyac yoxdur. Gəlin xüsusiyyətlərə nəzər yetirək. 1, 2, 3. Variantlara diqqət edirik. Deyir ki, il ərzində gecə və gündüzün uzunluğu arasında vaxt fərqi daha az olur. Ekvatora ən yaxın. Birə nə getdi yoldaşlar? A. Yeni ili daha gec qarşılayır. Ən qərbdə olan hansıdır? İkinci, 85 qərb. 2-yə nə getdi yoldaşlar? B. Şimal-şərq küləklərinin təsirinə məruz qalır. Şimal-şərq küləkləri nədir? Ya passat, ya da qütb. Düzdürmü yoldaşlar? Bura uyğun gəlir verilənlərdən. Əlbəttə ki, passat küləkləri 35 şimal edib. Bu heç birinə getməyəcək. Niyə? Çünki burada şimal passatın və cənub, belə deyim də, şimal qütbün olduğu şey yoxdur. Nədir onun adı? Məntəqə yoxdur. Qütb gecə gündüzləri müşahidə olunur. Qütb dairəsindən qütbə qədər olan ərazi. 3-ə nə gedəcək yoldaşlar? D. Və yeni sutkanı daha tez qarşılayır. Daha tez qarşılayan haradır? Ən şərqdə olan. Yəni 3. D, Y. Cavab 1A, 2B, 3D. Variantımız nə variantı? Y variantı. Tapşırıq aydındır. 22. 22 sadədir. Uşaqlar, sualda bizə nə deyir? Gəlin sualın mahiyyətini başa düşək. Verilən iqlim diaqramları deyir ki, aid olduğu məntəqələri, yerləşdiyi ölkələri və onların üçün səciyyəvi xüsusiyyəti müəyyən elə. Hamımız əzbər bilirik. Birinci, temperatur 5-dən 25-ə qədər qalxırsa, qış yağıntılı, yay quraqdırsa, şimal yarımkürəsində subtropik qurşağın hansı iqlim tipidir uşaqlar? Aralıq dənizi. Hansı tipi? Aralıq dənizi. İndi gəlin baxaq. Xəritədə bir də Aralıq dənizinə uyğun gələn məntəqə 5. Haradır? İspaniyadır yoldaşlar. Və İspaniya bildiyiniz kimi nədir? Zeytun istehsalında dünyada qabaqcıl yer tutur. 1-ə 5 nə? B. İkinci diaqram isə temperaturun gördüyünüz kimi 30-dan təxminən 15 dərəcəyə qədər düşdüyü, qışın, cənubun yayı, dekabr, yanvar yağıntılı, qışı quraq olan iqlim diaqramıdır. Bu da cənub yarımkürəsindəki nədir? Sub-ekvatoriala daha çox uyğun gəlir. Burada uyğun gələn olacaq 2-yə deməli 1,
Söhbət Braziliyadan gedir və orada da geniş yayılıb zəngin dəmir filizi və boksit ehtiyatları. D. 1-ə 5B, 2-ə 1D. Variant nə variantı? B variantı. Uşaqlar, digər məntəqələri deyirəm. 3. ABŞ-ın belə deyək də şərq hissələridir. Florida yarımçı şimalı. Bura subtropik musson tipidir. Nə tipidir? Musson. 2. Hindistan şimal subekvatorialdır. 4 isə Avstraliyanın Perth şəhəri. Bura cənub yarımkürəsinin aralıq dəniz iqlim tipidir. Orada cənubun qışı iyul, avqust ayları yağıntılı olur. Fikrimi izah edə bildim hamıya. Keçdik açıq suala. Yəni 23-cü test tapşırığına. Gəlin cavablara baxaq. Karpat dağlarına aid olan xüsusiyyətləri müəyyən edin. Yerləşdiyi ölkələrdə əhali təbii artımının birinci tipidir. Bəli, Şərqi Avropa ölkələrində təbii artımın neçənci tipidir? Birinci. Bir doğrudur. Bütünlüklə iqtisadi cəhətdən inkişaf etmiş ölkələr arası səhvdir. İnkişaf etmiş yox, etməkdə olan. Avropanın ən yüksək zirvəsi Mont Blanc'dır. 4807 Alp dağlarındadır. Karpatda deyil, səhvdir. Çaylar əsasən Atlantik okeanı hövzəsinə aiddir. Bəli, çünki Qaradənizə, Azova doğru, belə deyim, Qaradənizə doğru axdıqları üçün Qaradəniz hansı okeanın daxili dənizidir? Atlantikin. Ona görə də 1-4, sonra 5-ə baxırıq. Ərazidə çodyarpaqlı həmişyaşıl meşələr formalaşır. Bu ifadə yanlışdır. Çünki Karpat dağlarının ətəklərində əsasən çöl, meşə, çöl landşaflarıdır. Mülayim iqlim qurşağıdır. Çünki bura subtropikdə deyil. Subtropik aralıq dənizi istisna. Çodyarpaqlı meşə ölkə olduqları heç arada mövcud deyil. Və qaldı 6-cı tavaların konvergent zonası. Bəli, Afrika və Avrasiya litosfer tavalarının sərhəd zonasında yerləşən ərazidədir. Ona görə də Cavan dağdır. Nətər dağdır? Cavan. Orijinal cavab 1-4-6-dır. Tapşırıq aydınlı yoldaşlar. Keçdik növbəti suala. Növbəti sualda 24-də doğru olan fikirləri bizə deyir. Müəyyən edin. Hansı fikirləri doğru olan? Burada biz nəyə baxırıq? Böyük su ayrıcı dağ silsiləsinin qərb yamacı boyunca savanna seyrək meşələr təbii zonası yayılmışdır. Bəli, bu ifadə doğrudur. Qərbi ilə savanna seyrək meşələridir. Bir düzdür. 2-yə baxırıq. Filippin və Madagaskar adaları tropik iqlim qurşağında yerləşir. Uşaqlar, Filippin ümumiyyətlə tropiki görmür. Çünki bildiyiniz kimi Cənub Şərqi Asiyada tropik iqlim qurşağı tam zolaq əmələ gətirmir. 2 yanlışdır. Şərqi Asiyanın ən uzun çayı tranzit çaydır, yanlışdır. Şərqi Asiyanın ən uzun çayı yansızdır və o bütövlükdə Çindən axır. Paska və İslandiya adaları litosfer divergent sərhəddindədir, doğrudur. Nazca ilə Sakit okeanın divergent zonası Paska, Şimali Amerika ilə Avrasiyanın divergent zonasında nə var? İslandiya 1-4. Almaniya və ABŞ təsərrüfatın 4-cü sektoru inkişaf etmişdir. Bəli, informasiya sektoru inkişaf etmiş ölkələrdə inkişaf etmişdir. 1-4-5. 6 yanlışdır. Yüksək məhsuldarlığa malik əkinçilik istehlak tipli yox, əmtəəlikdir. Nə tərli yoldaşlar? Əmtəəlik. Nisbətən aşağı məhsuldarlığa malik əkinçilik isə ölkənin daxili tələbatının üstündür. Buna da nə deyirdik? İstehlak. Aydın oldu yoldaşlar. Ona görə düzgün cavabımız nə oldu? 1-4-5. 25 sırf xəritə sualıdır və çox sadədir. Gözəl yoldaşlar, Koreya yarımadasının Yapon dənizi, Koreya yarımadası ilə Yapon adaları arasında sizlər bilirsiniz ki, Koreya boğazı var. Nə boğazı var? Koreya. Amma burada nə boğazı yazıb? Bering. Deməli 1 səhvdir. Cape Yorkla Yeni Gviney arasında olan boğazın adı nədir? Torres. 2 düzdür. Hindistanla Şri Lanka arasında olan boğazın adı nədir? Polk. 3 düzdür. Malakka ilə Sumatra arasında, uşaqlar, Malakka ilə Sumatra arasında Malakka boğazıdır. Burada Zond yazıb. Zond boğazı Sumatra ilə Yava adası arasındadır. Sumatra ilə nə adası? Yava. Deməli 4 səhvdir və 5 düzdür. Xəritəyə diqqətlə baxsanız, Labrador yarımadası ilə Baffin torpağı arasında Hudson boğazı var. Nə boğazı var? Hudson. 2, 3, 5. Variantımız nə variantı? Açıq sual. 2, 3, 5 oldu. 26 sadədir. Niyə sadədir? Miqyas 1 bölünsün neçə milyon verilib? 50 milyon. Bu bizim baş miqyasımızdır, düzdür? Baş miqyasa görə məntəqələr arası məsafəni neçə santimetr verib? 6. Mən buradan 5-0 silə bilərəm. Qaldı neçə? 500. Düzdür uşaqlar? Vuraram 6-ya. Baş miqyasa görə olan həqiqi məsafəni tapıram. Neçə min kilometr elədi? 3000. Amma davamında deyir ki, bu məntəqələr Bakı şəhəri ilə eyni enlikdədir. Bakı şəhəri neçənci enlikdədir? 40-cı. 40-cı enlikdə 1 dərəcəlik qövsün uzunluğu nəyə bərabər idi? 85,4-ə. Bunu əzbər bilirik. Məntəqələrdən B 20 şərqdədir, C də 60 şərqdədir.
Biri 20, biri 60. Arada neçə dərəcə fərq var uşaqlar? 60 çıx 20. Nə elədi? 40. 40 dərəcəni real məsafə olaraq tapmaqda ötəri vurmalıyıq 85.4-ə. 40-ı 85.4-ə vuranda görək nə qədər eləyir? Bəli, 40 vur 85.4. Cavab 3416. 3416. Uşaqlar, 3416 real məsafədir. 3000 də baş miqyasa qədər olan məsafədir. 3416-dan biz 3000-i çıxacaq. Nə qalacaq gözəl insanlar? 416. Deməli, neçə kilometr təhrif var imiş xəritədə? 416 kilometr. Cavabımız nə oldu? 416. 27-ci suala gəlin birlikdə nəzər yetirək. Sualda uyğunluğu soruşur. Birinci, qışı quraq keçən mülayim isti. İkinci, yayı quraq keçən mülayim isti. Üçüncü, qışı soyuq. Yayı quraq keçən yarımsəhərə quru çöl. Yoldaşlar 1, 2, 3. Gəlin baxaq. Şərr Ordubadda qışı soyuq, yayı quraq keçən yarımsəhərə quru çöldür. 3-ə nə gedəcək? A. Küdrü Şirvanda qışı mülayim keçən yarımsəhərə quru çöl olduğu üçün B heç birinə aid deyil. Lənkəranda yayı quraq keçən mülayim istidir deyə 2 olacaq C. Samur Dəvəçdə qışı mülayim keçən yarımsəhərə quru çöldür deyə heç birinə aid deyil Samur Dəvəçi. Qanı Qayriçayda isə qışı quraq keçən mülayim isti. Ona görə cavab 1Y, 2C, 3 nədir yoldaşlar? A bəndi. Tapşırıq aydındır. Uşaqlar, bilirsiniz, Tian-Şan dağlarının cənubunda, Çinin tərkibində, Sintizyan Uyğur Dövlət Qurumunda Turfan çökəkliyi var. Neçə metr? -155 metr. Deməli, harada oldu? Bu çökəkliyin adı Turfandır. Bu oldu yoldaşlar. Çin ərazisi, hansı dövlət qurumu? Sintizyan Uyğur. Davam edirik. Deyir ki, səyyah şimal-qərb istiqamətinə quru yolu ilə hərəkət edən müşahidəçi iki qitənin sərhəddində yerləşən relyef formasının ən hündür... Yoldaşlar, Avropa ilə Asiya qitəsinin sərhəddində hansı relyef forması var? Ural dağları. Ural dağlarının ən hündür yeri aradı. Narodnaya. Narodnayanın zirvəsinin hündürlüyü nə qədərdir? 1895. Onu birazdan özümüz də tapacaq. Müşahidəçi çatdığı zirvə ilə hərəkətə başladığı çökəklik arasında, yəni -155 ilə. -155 ilə. Narodnaya, yəni çatdığı Narodnayanın arasında nə qədər fərq yaratdı? 205 mm. Onda nə edirik? Ona nə yazırıq yoldaşlar? 10 metrə 1 mm civə sütunu. X metrə 205 mm civə sütunu. X burada nəyə bərabər olur? 2050 metrə. Biz hündürə doğru qalxanda təzyiq nə olur? Azalır. Deməli, -155 çıx neçə? 2050. Cavab neçə eləyir yoldaşlar? Müsbət 1895 metr. Tapdıq bunu. Davam edirik. Müşahidəçi hərəkət etdiyi marşrut xətti üzrə aşağıdakı qeydləri apardı. Birinci qeyd, marşrut xətti mülayim işıqlanma qurşağı daxilindədir. Yəni, bu məntəqə yerləşir 23.5 şimal enliyi ilə 66.5 şimal enliyinin nəyində? Arasında. Çətin bir şey yox idi. Çatdığı relyef forması geosinkronun sonuncu inkişaf mərhələsindədir. Buna neçənci mərhələ deyirik? 4-cü mərhələ. Mərhələnin adı belə adlanır. Platforma mərhələsi. Üçüncü qeyd. Çatdığı relyef formasına maqmatik mənşəli süxurlar gelir. Uşaqlar, maqmatik süxurlarda necə faydalı qazıntı olur? Filiz. Ural dağları da Rusiyanın zəngin nə yatağıdır? Dəmir filizi yatağıdır. Nə filizi yatağı? Dəmir filizi. Marşrut üzrə keçdiyi ölkələrdə türk dilli xalqlar yaşayır. Bəli, indi söhbət nədən gedir? Yoldaşlar, bu ölkələr iki ölkədir. Rusiya ilə hara? Çin. Rusiya və nə? Çin. Eyni zamanda hərəkət yolunda biz Rusiya və Çinlə bağlı belə bir ifadə işlədəcəyik. Həmin o Rusiya və Çinlə bağlı biz deyə bilərik ki, hərəkət yolunda biz Rusiya, belə deyim, Turfan çökəkliyindən keçib, həmçinin Qazaxıstan vardan keçirik Rusiyadan. İndi baxın, mən Çindən keçəndə orada olan dövlət qurumunun adı nə oldu? Sintizyan Uyğur. Qazaxıstanda onsuz da Qazax xalqlarıdır, düzdür, türk dilli. Rusiyada da biz 3 region bölmüşdük. Şimali Qafqazı nə demişdik? Kabarda-Balkar, Qaraçay Çərkəz. Volqa-Ural regionuna nə demişdik? Başqırdistan, Tataristan, Çuvaşiya. Sibir bölgəsində Cənubi Sibirə 3 dənə demişdik. Tıva, Altay, Xakasiya və Şimali Sibirə demişdik. Saxa, Yakutiya. Düzdür? Mətnə əsasən müşahidəçinin çatdığı zirvənin hündürlüyünü hesabladıq. Neçələdir? 1895. Və yerləşdiyi relyef formasının adı dağlıq relyef formasıdır və adı nədir? Ural. Hansı dağlar? Ural dağlar.
29. Mətnə əsasən müşahidəçinin çatdığı relyef formasının aid olduğu xüsusiyyətlər müəyyən edilir. Uşaqlar, soruşa bilər ki, Ural dağları necə dağlardır tektonik quruluşuna görə? Necə dağ sayılır? Faylı. Ural dağları hansı dağ əmələ gəlmə mərhələsinə aiddir? Hertsin. Hansı? Hertsin. Hansı geoloji erada yaranır? Paleozoy. Hansında? Paleozoyda. Deyir ki, aid olan xüsusiyyətlər müəyyən cədvəldə yazın. Və Ural dağlarını soruşa bilər hansı faydalı qazıntı var? Cavab dəmir nəyi? Filizi. Dəmir nəyi? Filizi. 30. Mətnə əsasən müşahidəçinin marşrut xətt üzrə keçdiyi aid xüsusiyyətlər müəyyən. Yəqin ki, burada ölkələr soruşacaq. Ölkələr ola bilər yoldaşlar nə? Çin, ola bilər yoldaşlar Qazaxıstan və ola bilər nə? Əlbəttə ki, Rusiya. Sonra yoldaşlar ola bilər burada təbii zonalar soruşur. Çində hansı təbii zona olacaq? Səhra və yarım səhra. Qazaxıstanda hərəkət elədikcə səhra yarım səhradan nəyə keçəcək? Çöl, meşə çöllərə və yoldaşlar şimala doğru isə Rusiyaya doğru biz deyə bilərik ki, əsasən qarışıq meşələrdən ara tayqa, yəni iynə yarpaqlı meşələrə. Sonra yoldaşlar torpaqları soruşa bilər. Səhra yarım səhranın torpağı nədir? Boz və bozqonur. Çöl zonasının torpaqları nədir? Qara və tayqanın torpaqları nədir? Podzol. Nə yoldaşlar? Podzol. Belə. Suallar aydındır. Bir dənə burada mən bir test tapşırığına qaydaq. Bir dənə zəhmət olmasa. Bəli, bir dənə ona baxaq görək orada görək etalon olaraq cavabı nə veriblər. Bu bizdə hansı variantı idi uşaqlar? A variantı düzdür. Bizi sanki görək etalonda nə veriblər onun cavabını. 10-cu sual idi də deyəsən. Bu A variantı oldu. A variantı coğrafiya. Coğrafiya A variantı. Deməli, onun sualın cavabını A veriblər. Elə bayaq bizim izah elədiyimiz kimi. Amma məsələ bir dənədir. Bu Samur çayını çox qısa veriblər uşaqlar. Aydın olduğu Samur hardan gəlir? Qutondağ zirvəsindən. Onu burada qeyd eləməli idilər. Ona görə də bu suala xüsusi yanaşma göstərmək lazım idi. Amma onu da çox təəssüflər olsun ki, bəli, xeyrimizə deyəndə ki, verməyiblər də. Aydın oldu.